20-ci əsrdə bir çox münaqişənin yekununda işğalçı tərəf zərər çəkən dövlətə müəyyən təzminat ödəyib. Bu, əsasən 1928-ci ildə Beynəlxalq Daimi Ədalət Məhkəməsinin qərarına əsasən həyata keçirilib. Yəni, hər hansı bir dövlət qanunsuz fəaliyyətdən yaranan nəticələrin aradan qaldırılması üçün təzminat ödəməyə borclu hesab edilir. 30 illik işğal dövründə Ermənistan Azərbaycan ərazilərində dağıntılar törədib. Xüsusilə mədəni dini abidələr Ermənistanın vandalizminə məruz qalıb. Ekspertlər hesab edir ki, Ermənistanla sülh danışıqları İrəvanın təzminat məsələsini də əhatə etməlidir. Azərbaycana vurduğu zərərin bərpası üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır. Təzminat məsələsinin gündəmə gətirilməsində də yenə Ermənistan rol oynayır. Bir neçə gün əvvəl Dünya Ermənilərinin sammitində vaxtilə Azərbaycanda yaşayan ermənilərə təzminat ödənilməsi ilə bağlı rəsmi iddia səsləndirilib. Ermənistanın sülh istəməməsinin bir göstəricisidir. Təzminat məsələsi ona görə ortaya atılıbdır. Əgər təzminat məsələsi yenidən gündəmə gələcəksə, sülh mərhələlərinin indiki danışığının indiki mərhələsində Azərbaycanın daha çox böyük iddiası var Ermənistana qarşı təzminat qaldırmaq üçün. Ona görə də Ermənistan heç bir halda hər hansı bir təzminat davasında haqlı ola bilməz və Azərbaycanı uda bilməz. Demək ki, Ermənistan da bunu dərk edir, bilir. Demək ki, burada məqsəd nədir? Sülh olmasın. Ermənistanın maliyyə vəziyyətinin buna uyğun olmadığı halda Beynəlxalq Təzminat Fondu yaradılır və Ermənistanın dostları həmin fond vasitəsilə təzminatın ödənilməsində iştirak edə bilər. Başqa bir üsul isə Ermənistanın öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razılaşmasıdır. Arbitrajlar adətən uzun illər çəkir. Yəni 4-5 il müzakirələr gedir, məsələ araşdırılır və s. Aydındır ki, Azərbaycana vurulan ziyan burada milyardlardan söhbət gedir. Və burada beynəlxalq hüquq ekspertləri, məşhur firmalar var, bununla məşğul olanlar. Onları bu işə cəlb etmək lazımdır. Ermənistandan tələb etmək lazımdır ki, bu və digər formada o kompensasiyanı deməli Azərbaycana versin. Ermənistanın Azərbaycan ərazilərini 30 il işğal altında saxlaması təkcə dağıntılardan ibarət deyil. Həmin torpaqların 30 il Azərbaycanın istifadəsindən kənar qalması dövlət büdcəsinə milyardlarla dollar zərər vurub. Eyni zamanda 1 milyondan çox vətəndaşın doğma yurdlarından uzaq qalmasının maddi təzminatla ödənilməsi asan deyil. İstənilən halda təzminatın ödənilməsi Ermənistanın beynəlxalq öhdəliklərindən biridir.